Salam əziz izləyicilər, mən sizlərə 3-cü sinif riyaziyyat dərsliyindən tapşırıqların izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Ədəd tərəzisinin gözləri bərabərləşib. Sual işarəsinin yerinə hansı ədəd olmalıdır? İlk öncə tərəzinin sağ gözünə baxırıq. 300-ün üzərinə 174 gəlsək, bunların cəmi edəcək 474. Tərəzinin gözü bərabərdirsə, bura 474'dürsə, demək burada da 474'dür. 474'ün 200'ü verilib. 474'dən 200 çıxmaqla digər ədədi tapırıq. Deyəcək 274. 274. Növbəti B-yə baxaq. Əvvəlcə tərəzinin sol gözünü tam verilmiş ədədləri hesablayaq. 140'ın üzərinə 120 gəlirik. Üzərinə 385 əlavə edirik. 0'ın üzərinə 5 gəlsək 5, 8 üzərinə 2 gəlsək 10, üzərinə 4 gəlsək 14, 4 1 yadda. 1'in üzərinə 1 gəlsək 2, üzərinə 3 gəlsək 5, bir də yadda 6. Burası da 645. Tərəzinin digər gözü də 645'dir. 645'in 316'sı verilib. 645'dən çıxırıq 316'nı. 5'dən 6 çıxmaq olmur. 1 onluq ayrıq. 15'dən 6 çıxsaq 9'u. Burada qaldı 3. 3'dən 1 çıxsaq 2'si. 6'dan 3 çıxsaq 3'ü. Burada edəcək 329. C-yə baxırıq. Tərəzinin sol gözündə verilmiş ədədləri toplayırıq. 230'un üzərinə 416 gəlirik. Edir 646. Burada 646'dır. 646'dan 71 və 82 ədədlərini çıxırıq. 71'in üzərinə 82 gəlsək, edəcək 153. 82'nin üzərinə 71 gəlirik. 2'nin üzərinə 1 gəlsək 3, 8'in üzərinə 7 gəlsək 15. Edir 153. 646'dan çıxırıq 153'ü. 6'dan 3 çıxsaq 3'ü qalır. 4'dən 5 çıxmaq olmur. Bir yüzlük ayırıq. 14'dən 5 çıxsaq 9'u. Burada qaldı 5. 5'dən 1 çıxsaq qalır 4'ü. Digər edəcək 493. Davam edək. Bakıda köhnə televiziya gülləsinin hündürlüyü 180 metrdir. Yeni tikilən güllənin hündürlüyü isə 310 metrdir. Yeni güllə köhnəsindən neçə metr hündürdür? Köhnə 180 metrdir. Yeni tikilən isə 310 metrdir. 310 180'dən nə qədər hündür edəcək? 310'dan 180 çıxmaqla tapırıq. 0'dan 0 çıxsaq 0, 1'dən 8 çıxmaq olmur. Bir yüzlük ayırıq. 11'dən 8 çıxsaq 3'ü. Burada qaldı 2. 2'dən 1 çıxanda qalır 1'i. Edəcək 130 metr hündür. Üçüncü məsələmizə baxaq. Zooparkda ana və bala panda həftə ərzində birlikdə 285 kilogram pambıq yedilər. Bunun 78 kilogramını bala panda yedi. Ana panda həftə ərzində neçə kilogram bambuk yedi? Baxırıq, ikisi bir yerdə 285 kilogram yeyir. 285'in 78'ini 78 kilogramını bala panda yeyir. Ana panda nə qədər yeyəcək? 285 kilogramın 78'ini bala panda yeyirsə, yerdə qalanında ana panda yeyəcək. 5'dən 8 çıxmaq olmur. 285'dən 78 çıxmaqla tapırıq. 15'dən 8 çıxırıq. 7'si burada qaldı 7. 7'dən 7 çıxsaq 0, 2'dən 7'dir. 207 kilogram. 207 kilogramını isə ana panda yemiş olacaq. 4-cü məsələyə baxaq. Birinci çəndə 450 litr su var. Bu, ikinci çəndəyi sudan 120 litr çoxdur. İkinci çəndə neçə litr su var? Birinci çəndə 450 litr su var. Bu, ikinci çəndəyindən 120 litr çoxdursa, ikinci çəndə olan su birinci çəndəkindən 120 litr az olur.
Bunu necə tapırıq? 450-dən 120 çıxmaqla tapırıq. 450-dən 120 çıxsaq, qalacaq 330 litr. İkinci çəndə neçə litr su oldu? 330 litr su olmuş oldu. Bir daha deyirəm. Deyir, birinci çəndə 450 litr su var. Bu, yəni birinci çəndə olan su. İkinci çəndəki sudan 120 litr çoxdur. 450-dən 120 litrə çıxmaqla 330 litr ikinci çəndə olan suyu tapdıq. Pərdə mağazasına hər birinə 100 metr olan 3 top parça gətirdilər. Həftə ərzində bu parçadan 160 metri satıldı. Mağazada neçə metr parça qaldı? Pərdə mağazasına bir topda 100 metr olmaqla 3 top pərdə gətiriblər. 3'ü vururuq 100'ə, edir 300 metr. Demək ki, ümumilikdə pərdə mağazasına 300 metr parça gətiriblər. 300 metrin 160 metri satılıb. Yerdə nə qədər qalıb? 300-dən 160 çıxsaq 140 metri qalmış olacaq. 6-cı məsələyə baxaq. Evin tikintisi üçün hər birisi 50 kiloqram olan 5 kisə sement aldılar. Bənna birinci gün 132 kiloqram, ikinci gün isə 102 kiloqram sement işlətdi. Neçə kiloqram sement qaldı? Baxın, diqqət edək. Evin tikintisi üçün hər biri 50 kiloqram olan 5 kisə sement alıblar. Bir kisədə 50 kiloqram varsa, 50'ni vuruq 5'ə. 5 kisədə cəmi neçə kiloqram sement edir? 250 kiloqram sement etmiş olacaq. Doğrudurmu? Demək, ümumilikdə 250 kiloqram sement alınıbdı. Bənna birinci gün 132 kiloqram, ikinci gün 102 kiloqram sement işlətdi. Neçə kiloqram sement qaldı? Bizim ümumilikdə 250 kiloqram sementimiz var. Bənna birinci gün 132, ikinci gündə 102 kiloqram sement işlədib. 250-dən işlənən sementlərin cəmini çıxırıq. 250-dən çıxırıq. 132-nin üzərinə 102 gəlsək, edir 234. 234. 250-dən 234 çıxanda 16'sı qalır. 16 kiloqram sement qalmış oldu. 7-ci məsələyə baxaq. Şirniyyatçı sifarişə görə 4 gün ərzində cəmi 985 ədəd şirniyyat pişirib təhvil verməli idi. O 3 gün ərzində təhvil verdiyi şirniyyatların sayını cədvəldə qeyd etdi. Şirniyyatçı bazar günü neçə şirniyyat pişirib təhvil verməlidir? Diqqət edək. Şirniyyatçı 4 gün ərzində cəmi 985 ədəd şirniyyat pişirməlidir. Şirniyyatçı bunu 4 günə 985 ədəd pişirməlidir. Hazırda neçə ədəd pişirib? Cümə axşamı 246, cümə 322, şənbə də 268 şirniyyat pişirib. Amma bazar günü nə qədər şirniyyat pişirib bilmirik. Bunun üçün nə edirik? 3 gün ərzində pişən şirniyyatları toplayırıq. 246'nın üzərinə gəlirik. 322'ni üzərinə də 268'i əlavə edirik. 8'in üzərinə 2 gəlsə, 10 üzərinə 6 gəlsə, 16. 6 yazırıq bir yadda. 4'ün üzərinə 6 gəlsə, 10 üzərinə 2 gəlsə, 12 bir də yadda 13. 3 yazırıq bir yadda. 2'nin üzərinə 3 gəlsə 5, üzərinə 2 gəlsə 7, bir də yadda 8. Şirniyyatçı 3 gün ərzində 836 şirniyyat pişirmişdir. Amma o 4 günə 985 şirniyyat pişirməli idi. 985 şirniyyatın 836'sını pişirib. Neçə şirniyyat qalıb pişirmək üçün? 5'dən 6 çıxmaq olmur. 1 onluq ayırıq. 15'dən 6 çıxsaq 9'u. Burada qaldı 7. 7'dən 3 çıxsaq 4'ü. 9'dan 8 çıxsaq 1'i. Bazar günü 149 şirniyyat pişirməlidir. Davam edək. İnşaatçılar 3 bloklu binaya 486 pəncərə qoydular. Birinci bloka 180 pəncərə, ikinci bloka isə bundan 54 pəncərə az pəncərə qoyuldu. Binanın 3-cü blokuna neçə pəncərə qoyuldu? Baxaq.
İnşaatçılar 3 bloklu binaya ümumilikdə 485 pəncərə qoymalıdırlar. Birinci bloka 1 yazıram. 180 pəncərə qoyulubdur. İkinci bloka bundan 54 az. 180-dən 54 az. 180-dən 54 çıxsaq neçəsi qalır? 126. Yəni ikinci binaya 126 pəncərə qoyulmuşdur. Doğrudurmu? Bizə deyir ki, ikinci bloka bundan 54 pəncərə az. Yəni 126 pəncərə qoyulub. Binanın üçüncü blokuna neçə pəncərə qoyulubdur? Ümumilikdə 486 pəncərədirsə, birinciyə 180, ikinciyə 126 pəncərə qoyulmuşdur. Ümumi neçə pəncərə qoyulub? 180-in üzərinə 126 gəlirik. Edir 206 pəncərə. Daha doğrusu 306 pəncərə. 306 pəncərə. 486 pəncərənin 306-sı birinci və ikinci bloklara qoyulubdur. Üçüncü bloku tapmaq üçün 486-dan çıxırıq 306-nı. Yerdə qalır 180 pəncərə. Demək, üçüncü bloka da 180 pəncərə qoyulmuşdur. 9-cu məsələyə baxaq. Mağazada milli oğlan geyim dəstinin qiyməti 149 manat, qız geyim dəstinin qiyməti isə bundan 29 manat bahadır. Alıcı bir oğlan və bir qız milli geyim dəsti aldı. O neçə manat ödəməlidir? Alıcı satıcıya 350 manat verdi. Satıcı ona neçə manat qaytaracaq? Baxın, diqqət edək. Əvvəlcə oğlan və qız paltarlarının qiymətini müəyyən edək. Bizə məsələnin şərtində deyir ki, oğlan geyim dəstinin qiyməti 149 manatdır. O hərfi yazıram, yəni oğlanın geyim dəsti 149 manat. Qızın geyim dəsti nə qədərdir? Baş hərfini yazıram, q yazıram. Qızın geyim dəstinin qiyməti isə bundan 29 manat bahadır. Bundan 29 manat bahadır o deməkdir ki, biz 149-un üzərinə 29 gəlməklə qız geyim dəstini tapmış oluruq ki, qız geyim dəsti 178 manatdır. Aydındırmı? Aha. Sonra bizə deyir ki, alıcı bir oğlan və bir qız milli geyim dəsti aldı. O neçə manat ödədi? Alıcı 149 manat oğlan geyimini ödəyəcək bir dənəsini alanda. Bir dənə qız geyimi alsa 178 manat pul ödəyəcək. 149-un üzərinə 178 gəlirik. Edir 327 manat. Buradan aydın olur ki, alıcı 327 manat pul ödəyəcək. Bir oğlan və bir qız geyimi üçün 327 manat pul ödəyəcək. Bax, o neçə manat pul ödəməlidir? Bu edir 327 manat. İkinci suala baxaq. Alıcı satıcıya 350 manat verdi. Satıcı ona neçə manat qaytaracaq? Alıcının aldıqları 327 manatdır. Satıcıya 350 manat veribsə, satıcı 350 manatdan öz məhsulunun qiymətini çıxacaq. 327-ni çıxacaq. Yerdə qalan 23 manatı alıcıya qaytarmış olacaq. O alıcıya neçə manat qaytaracaq? 23 manat qaytarmış olacaq. 10-cu məsələyə baxaq. Həftə ərzində birinci kuryer 465, ikinci isə 448 bağlamanı ünvanlara çatdırmalı idi. Həftə içi birinci kuryer 309, ikinci isə 270 bağlama çatdırdı. Həftə sonu hansı kuryer daha çox bağlama çatdırmalıdır? Bir daha diqqət edirik. Həftə ərzində birinci kuryer 465 çatdırmalıdır. Doğrudurmu? Bir həftə ərzində 465-in çatdırmalıdır. Həftə içi birinci kuryer 465-dən 309-un çatdırmış olur. İkinci kuryer isə həftə ərzində 448 bağlama çatdırmalıdır. Həftə ərzində bunun 270-in çatdırmışdır. Bizə deyir ki, bizdən soruşulur ki, həftə sonu hansı daha çox bağlama çatdıracaq? Baxın, əziz şagirdlər, birinci kuryer 465 bağlama çatdırmalı idi həftə boyu. Amma o neçə bağlama çatdırdı? 309 bağlama çatdırdı. 5-dən 9 çıxmaq olmur. 15-dən 9 çıxsaq 6-sı. Burada qaldı 5-i. 5-dən 0 çıxsaq 5-i. 4-dən 3 çıxsaq 1-i. 156 bağlama. Birinci kuryer 465 bağlamadan
309'unu çatdırıbdı həftə içi. Həftə sonuna da 156 bağlaması qalıb. İkinci kuryerə baxırıq. İkinci kuryer çatdırmalı idi 448 bağlama. 448 bağlama. 448 bağlamadan həftə içi 270'ini çatdırıb. Neçəsi qalıbdı yerdə? 8, 4'dən 7 çıxmaq olmur. Bir yüzlüyü ayırıq, 14'dən 7 çıxsaq 7, burada qaldı 3, 3'dən 2 çıxsaq 1. Yəni ikinci kuryer 448 bağlama çatdırmalı idi. Bunun 270'ini çatdırıb, yerdə 178 bağlaması qalıb. Bizdən soruşulur ki, həftə sonu hansı kuryer daha çox bağlama çatdıracaq? Biz müqayisə etsək, birinci kuryer 156 bağlama çatdıracaq. İkincisi 178 bağlama çatdıracaq. 156 178'dən kiçik olduğu üçün demək ki, birinci kuryer az bağlama çatdıracaq. Bizdən soruşur hansı daha çox bağlama çatdıracaq? İkinci kuryer. İkinci kuryer daha çox bağlama çatdırmış olacaq. 11-ci məsələyə baxaq. Şəkil əsasında məsələ qurun və həll edin. Baxırıq, bura yazılıb 128, burada 226, sonda isə bilmirik, ümumilikdə 460'dır. Ümumi 460'dırsa məsələni belə qura bilərsiniz, əziz şagirdlər. Bağdan 460 kilogram meyvə yığıldı. Bağdan 460 kilogram meyvə yığıldı. Bunun 128 kilogramı alma, 226 kilogramı gavalı, qalanı isə ərikdir. Bağdan neçə kilogram ərik yığıldı? Baxın, ümumilikdə neçə kilogram? Ümumilikdə 460 kilogram meyvə yığılıbdı, düzdürmü? 460'dan çıxırıq. Bu almadırsa, alma. 128 kilogram alma olsun. 226 kilogram lap olsun armud. Gavalı olmasın olsun armud. Yerdə qalan da olsun ərik. Aha. 128 kilogramı almadırsa, 226 kilogramı armuddursa, yerdə qalanı ərikdirsə, bunları toplayırıq. 460'dan çıxırıq. 460'dan çıxırıq. 128 ilə 226'nın cəmini. 128 ilə 226'nın cəmi. 128 üstə gələ 226. 4 2 üzərinə 2 gəlsək 4, bir də yadda 5, 1 üzərinə 2 gəlsək 3. 354 kilogramı. ...354 kilogramı. Burada da neçəsi qalacaq? 106 kilogram qalmış olacaq. Yəni ərik də 106 kilogram olur. İzahlarımız bu qədər əziz şagirdlər.